Salam dəyərli İntizar Radiosu izləyiciləri. Mübarək cümə gününün axşamında İmam Mehdi süfrəsindəyik. Həzrəti Mehdi sahibəz-zaman, bəşəriyyətin xilaskarı, insanların yeganə ümidi, Allahın son höccəti, Peyğəmbərimizin sonuncu varisi, 12-ci imamımız. Biz sizi biraz qorxu, biraz acılıq, biraz da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdədir. Əbu Bəsir deyir, İmam Sadiq əleyhissalam. Behçət deyir ki, biz həyat dəryasında qərq olma ərəfəsindəyik. Məqsədə salamat gedib çatmağımız üçün ilahi höccətə ehtiyacımız var. Buna görə də əsrin imamına pənah aparmalıyıq ki, yolu aydınlaşdırsın və məqsədə yetişənə kimi bizimlə olsun. Yüzümdənəm, gözümdə intizarı var, dilimdə bir şüarı var. İmam zaman, ey asiman. O Quranın vədi, o Quranın vədi, Peyğəmbərin müjdəsidir, Peyğəmbərin müjdəsidir. Bismillahirrahmanirrahim. İnsan şəxsiyyətinin azadlığı, insan şəxsiyyətinin müstəqilliyi qeyd elədiyimiz kimi ən önəmli mövzulardan biridir. Biz elə bir şəraitdə